Ailə münasibətlərində maddi asılılıq mövzusu çox vaxt yanlış rekursdan müzakirə olunur. Pulun ailə daxilində güc vasitəsinə çevrilməsi əslində maddi imkanlardan çox insanın daxili mədəniyyətini, etik dəyərlərinin və tərbiyəsinin göstəricisidir. Sağlam ailə münasibətlərində maddi üstünlük heç vaxt psixoloji təzyiqə, hökmranlığa və ya qarşı tərəfi alçaltmağa səbəb olmamalıdır. Ailə daxilində maddi asılılıq və bunun psixoloji aspektləri haqqında psixoloq Elmir Əkbər missiyaza danışıb. Ümumiyyətlə, maddi asılılıq mən düşünürəm ki, birinci növbədə qarşı tərəflərin daxili mədəniyyətindən, etikasından, tərbiyəsindən irəli gəlir. Çünki bunu təbii ki, pul qazanan qarşı tərəfə hiss elətdirməməlidir. Bu çox vacibdir. Yəni, alicənab insan heç vaxt buna şərait yaratmaz. Əks halda görürsünüz ki, bu bir qul, kölə istismarına çevrilə bilər. Dediyimiz kimi, bu bir insanın şəxsiyyətinə bağlı olan məsələdir. İkinci məqam odur ki, təbii dediyimiz kimi xarakterində, şəxsiyyətində qüsur olanlar bunu bir alət kimi istifadə edir qarşı tərəfi sıxmaqda. Amma hamı yaddan çıxardır çox vacib məsələni. Bəli, bir qarşı tərəf ola bilər pul qazanmır, amma o da həm mənəvi, amma həm də maddi böyük töhfə verir bu ailəyə. Məsələn, əgər kişi pul qazanırsa, qadın evdə təmizliyə riayət edir, yemək bişirirsə, uşaqları böyüdürsə, paltarı yuyur, nəzarət edir, ümumiyyətlə evi aparırsa, işlərini nəzarət edirsə, inanın bu elə qazanılan puldan da böyük hələ maddi töhfədir, hələ mənəvi tərəfləri qoyuran bir qırağa. Yəni təsəvvür edin, bütün onların hamısını görmək üçün ayrı-ayrı adamlar tapsaz, onların hərəsinə ayda nə qədər pul verməlisiniz? Ona görə də pul qazanan tərəf qərar verir. Bu bir tərbiyəsiz yanaşmadır məsələyə, sözün həqiqi mənasında. Qərar kimin pul qoymağından asılı olmalı deyil. Elmir Əkbərin sözlərinə görə qərar vermə pulun kim tərəfindən qazanılmasından asılı olmamalıdır. Sağlam düşüncəli, mədəni və alicənab insanlarda ailə idarəçiliyi qarşılıqlı hörmət və anlayış üzərində qurulur. Bu mövzuda bir məqamda unutmaq olmaz. Ailədə hüzur yoxdursa, kişi bilməlidir ki, bu birbaşa uşaqlarla münasibətlərə də təsir edəcək. Çünki uşaqlar təkcə atalarına deyil, analarına da bağlıdırlar. Ananın qəlbində ata üçün sevgi yoxdursa, bu hiss uşaqlara da ötürülməyəcək. Görürsünüz ki, əgər qadın çox zəkaca geridirsə və yaxud da psixoloji cəhətdən düzgün yönləndirmirsə həyatı, onda əksinə uşaqlar başlayacaqlar atalarına, pul qazanan tərəfə meyl eləməyə və ananın funksiyasını, missiyasını biraz da daha aşağılayacaqlar və nəticə etibarilə o lazımsız bir insana çevriləcəkdir. Buna görə də qadınlar psixoloji düzgün hazırlıqlı tutmalıdırlar özlərini ki, kişi uşaqları pulla özünə çəkib, özündən asılı edib şantaj edə bilməsin. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.